Uşaqlar, bugün Python ilə bağlı olan son bölmələri keçirik. Danışacağımız alt bölmələr and or not məntiqi əməlləri, daha sonra break və continue haqqında danışacaq. Sonra isə Pythonda funksiyalar haqqında danışacaq. Deməli, əvvəlcədən bir dənə vacib məsələ. Break və continue. Dövlət İmtahan Mərkəzinin belə bir qaydası var, uşaqlar. Əgər hər hansı bir yeni məlumat orta məktəb kitablarına salınırsa, misal üçün tutaq ki, 2022-ci ildə hansısa bir məlumat 8-ci sinif dərsliyinə salındı, yeni bir şey salındı. Həmin il 8-ci sinifə qəbul olan şagirdlər gəlib 11 olana qədər o yeni əlavə olan şeylər qanuni olaraq imtahana düşə bilməz. Bunu niyə görə deyirəm? Baxın uşaqlar, mən əvvəlki illərdə də hazırlıqda break və continue-nu keçirdim dərsdə. Və bir çox müəllimlər mənə deyirdilər ki, bəs o hələ ki düşmür axı imtahana, niyə keçirik? Bizim ən önəmli olan Python-la bağlı ən önəmli olan bölməmiz, ən önəmli olan sualımız kod yazmaqla bağlı olan sualdır. Və indi özünüz də görəcəksiniz ki, break-i başa düşəndə, break-lə continue-nu başa düşəndə daha çox break lazım olur. Kod yazma tapşırıqlarını həll eləmək xeyli dərəcədə asanlaşır. Ona görə break-in mahiyyətini tam olaraq bilməlisiniz. Həm də birdən olar da gözdən qaçar hansısa bir sual 8-ci sinifdə var. Sizdən sonra, indiki 11-lərdən sonra, hal-hazırda 10-cu sinifdə olanların imtahanına düşəcək break və continue. İndiki 11-lərdə isə qanunla variantlı testləri düşməli deyil. Amma həll tələb edən tapşırıqlarda, hansı ki, hər bir sual 6 bal verir, bal olaraq da yüksək bal verir bizə. Orada breakdən istifadə edəndə daha rahat bir çox kodları yazmaq olur. İndi uşaqlar, ona görə də siz burada ayrı seçkilik eləmirsiniz, tam şəkildə break continue-nu da öyrənirsiniz. Biz isə başlayırıq sizin üçün ən asan olan hissədən. And, or və not məntiq əməlləri. Niyə görə sizin üçün ən asan olan hissə deyirəm? Çünki bu yeni bir şey deyil. Hansı ki biz verilənlər bazasında sorğularla, cədvəllərlə işləyəndə, bax, and, or, not bunlara baxmışdıq. Pythonda da tamamilə eyni məntiq mövcuddur burada. Yəni, misal üçün tutaq ki, hər hansı bir şərtin qarşısında, hər hansı bir if-in qarşısında şərt yazılıb, 2 dənə şərt və and ilə bağlanıb bunları bir-birlərinə. Bu zaman nə deyirik? Deyirik ki, bu şərtlərdən hər ikisi mütləq şəkildə ödənməlidir. Eyni cür, əgər oradan istifadə eləyib şərtləri bir-birinə bağlayırıqsa, bu zaman deyirik ki, birinin ödənməsi yetərlidir və ya ən az biri ödənməlidir. Not isə şərti inkar edir, yəni tərsini götürürük. Məsələn, cüt ədəd şərti qoymuşuqsa, qarşısında not varsa, bunu tərsinə cüt olmayan ədəd kimi qəbul edirik. İndi bir neçə sadə nümunəyə baxıb, sonra keçəcəyik digər hissələrə. Dənizin sualı var, kod yazma tapşırıqlarında istifadə etsək, keçməmişik deyə yox, bal kəsməzlər. Deməli, uşaqlar, əgər orta məktəb kitabında varsa, sonradan salınıb, heç bir fərqi yoxdur, yəni ona görə bal kəsmirlər, orada bir problem yoxdur. Siz həddindən artıq çox uzaqlaşmayın, yəni həddindən artıq uzaqlaşmaq nə deməkdir? Ümumiyyətlə, orta məktəb kitabında yoxdur, sonradan da salınmayıb, hansısa tutaq ki, bəzən olur, kurslara gedirsiniz, ya olimpiyadaya hazırlaşırsınız, tamamilə Python'ın başqa sahələrdə orta məktəb kitabında olmayan yerlərinə gedirsiniz. Oralara getməyin, əgər bilirsinizsə, bizim keçdiklərimizdən əlavə nələrsə bilirsinizsə. Amma orta məktəb kitabında var, keçən il salınıb, bu il salınıb, fərqi yoxdur. Onlardan qorxmuruq, yəni orada heç bir problem yoxdur. Açıq suallarda proqramdan kənar çıxa bilərik. Bal kəsmirlər, amma çox həddindən artıq, yəni kənara çıxmayın. Dediyim kimi, artıq şeylər özünüz bilə bilərsiniz, özünüz öyrənmiş ola bilərsiniz, kursa getmiş ola bilərsiniz. Çox da uzaqlara getməyin. Onsuz da sualı bizə salanda, imtahana sual seçiləndə belə fikirləşirlər də ki, orta məktəb proqramı çərçivəsində bu tapşırığı, bu kod yazma tapşırığını həll eləmək mümkündür, yoxsa yox? Həll eləmək mümkündürsə, o zaman onsuz da bizə düşür. Yəni, sənin qarşına imtahanda bir sual çıxırsa, demək ki, onun orta məktəb çərçivəsində bir həlli var. Sadəcə böyük ehtimal ki, o sualın breaklə də həlli var, break olmadan da həlli var. Biz breaki biləndə daha qısa yazmış oluruq, daha sadə formada yazmış oluruq. Yəni, vaxt qazanmış oluruq. Ona görə break bizim üçün faydalıdır.
Hə, indi uşaqlar bir neçə dənə nümunəyə baxacaq. Burada gördüyünüz kimi mən yazmışam and verilmiş bütün şərtlər ödənməlidir. Or verilmiş şərtlərdən ən az biri ödənməlidir. Bunu aşağı keçirim, daha yaxşı görünsün. Not verilmiş şərt ödənməməlidir. Tələb budur. Bir dənə burada sadə misalımız var. Çox üzərində qalmayacağım, yeni bir şey olmadığı üçün. Siyahının müsbət və cüt elementlərinin cəmini tapan deyir. Bunu bir neçə dənə fərqli nümunəsini özünüz yazarsınız, praktik eləyərsiniz ki, daha yaxşı yadınızda qalsın mahiyyəti. Siyahının müsbət və cüt elementlərinin cəmini tapan kod yazın. Siyahını kopyaladım, yapışdırdım. Həmişə elədiyimiz kimi S bərabərdir 0 yazırıq. For I in range istifadə eləməyəcəm. Elə birbaşa A yazıb daxil ola bilərik. Şrifti də dəyişim. Siyahıya daxil olduq. Yazırıq if siyahının müsbət. Əgər I böyükdür 0 və dediyinə görə yazıram and cüt I bölünsün 2 bərabər 0 və düşdü aşağı yazırıq print S yazmadıq, hə? Əvvəlcə S bərabərdir S plus I, sonra print S. Cəmini istəyir. S plus I və çıxdıq dövrdən yazdıq print S. Yəni, nə edəcək? Buradan 2-ni götürəcək, buradan 6-nı. Başqa bir şey var? Yoxdur, hə? 8. Belə. Əgər bura or yazsaz, o zaman şərtlərdən birinin ödənməsi kifayətdir. Və yaxud da gəlin biraz daha fərqli bir şey eləyək. Bunu sadələşdirəcəm. Sadəcə I böl 2-ni burada saxladım. Bunu da biraz balacalaşdırıram. Bu mənfiləri buradan yığışdıraq. Daha sadə olsun. Buradan da bu mənfini silək. Hal-hazırda yenə 2 var və 6 var da, düzdür. Bunu işə saldım. Yenə 8-i verdi. İndi gəlirəm bura. Bir dənə not əlavə edirəm. Bu dəfə isə cüt olmayanları topla demiş olduq. Və kodu işə saldıq. Cüt olmayanlar, yəni 11 və 7 qaldı. Bunları toplamış olduq. Sual nədir? Pythonda həm müsbət, həm də mənfi ədədlər cüt tək. Hə, bəli. Pythonda o şəkildədir. İndi normalda burada cüt ədədlər demişdim də, düzdür. Cüt ədədlər deyəndə nə vermişdi bizə? 8 vermişdi. Bir dənə bura vergül qoyub, bir dənə də mənfi 8 yazıram və belə deyir, 0. Pythonda sayılır. Amma orta məktəb səviyyəsinə baxası olsaq, yenə də orta məktəb kitablarında o mənfi ədədlərin tam bölünməsi və ya kəsiri qalığı tapan bölünməsi, o əməllər yoxdur. Yəni, mənfi ədədlər üçün bunu orta məktəb kitabı bizə izah eləmir. O biraz beynimizi də qarışdıra bilər. Çünki o tam bölmə, qalığı tapan bölmə, riyaziyyatda necə deyirsiniz, ədədin tam hissəsi, kəsir hissəsi bunları ayıranda necə idi qayda? Deyirdiniz ki, kəsir hissə müsbət olmalıdır. Bir dənə bunu əslində mövzumuza aid deyil, çox da istəmirəm beynimizi qarışdıraq. Mənfi 3,6 olanda necə deyirdiniz? Deyirdiniz tam hissə mənfi 4, kömək eləyin. Belə idi, kəsir hissə 0,4. Bu şəkildə yazırdıq. Səhv yadımda qalmayıbsa. Hə, amma normalda Pythonda bu keçərli deyil yəni. Pythonda misal üçün mənfi 3,6-nın integerını tap desən, mənfi 3-ü verir. Orada biraz belə bu tərəfdən fərqli şeylər var, amma mənfi ədədlər üzərində orta məktəb kitabında elə xüsusi bir izah yoxdur. Bunları bizə öyrətmirlər, demirlər. Ona görə normalda Dövlət İmtahan Mərkəzinin də o tip suallar imtahanda vermə hüququ qanuni olaraq yoxdur. Yəni, konkret olaraq Dövlət İmtahan Mərkəzi bir qiymətləndirmə qurumudur. O nəyin keçiləcəyinə qərar vermir. Sadəcə olaraq orta məktəb kitablarında nə varsa, onlara əsasən sizi imtahan edir. Uşaqlar, bunları saxlayıram öz-üzə. Bir dənə sürətli şəkildə üstündən keçəcək. Biraz bunları səliqəli yazacağım, rahat görünsün. A siyahısı var, tək və ya 4-ə bölünən elementləri. Bayaqki kimidir, or yazacaqsınız, özünüz praktik eləyərsiniz. Düzdür, asandır, amma yenə də praktik eləyin. Məsələ 3, A siyahısı var, mənfi olmayan elementləri. Mənfi yazıb qabağına not yazacaqsınız. Yəni, sadə əməliyyatlardır. Bunları saxladım özünüzə. Elə videonu saxlayarsınız burada, pauza verərsiniz və yazıb praktik eləyərsiniz. Ki, birazdan başlayacaq, elə növbəti həftədən başlayacaq onsuz da kod yazma tapşırıqlarına. Ona görə indidən bunları yazın ki, əliniz öyrəşsin. Bağladım və gəldik break, continue əməliyyatları haqqında danışacaq. Deməli, bəzən elə olur ki, biz dövrü yarıda saxlamalı
oluruq. Gəlin mən sizə bir sadə nümunə göstərim. Bax, burada bir siyahımız var. Bu siyahını bura yapışdırıram və gəlirəm for i int siyahımızın adı nədir? A. Daxil oldum bura. Print i deyirəm. Print i deyirəm və bu kodu işə salıram. Faylı dəyişməyib. Hə. Bunu biraz yuxarıya doğru aparaq. Nəticəyə də baxaq. Baxın, siyahının elementlərinin hamısını gördüyünüz kimi yuxarıdan aşağıya hamısını bir-bir yazdı. Hamısını bir-bir çap elədi. İndi belə bir şey eləmək istəyirəm. Range ilə yaza bilərəm. Range biraz daha uzun olur. İndeksindən kvadrat mötərizə ilə yazırıq. Ona görə range ilə yazmadım. Yəni for i in a bu kimi tapşırıqlarda daha sadədir. Range biraz daha uzanır. İmtahanda da yazmayın da. Range məcbur olanda range-dən istifadə edin. Belə adi sadə siyahının içərisində gəzmək üçün for i in a yetərlidir yəni. Range-dən yazanda bir range yaz, lna yaz və s. uzanır iş. Sonra aşağıda elementi yazanda a kvadrat mötərizədə i yaz. Ona görə bu işimizi görürsə elə sadə variantından istifadə etsək daha yaxşı olar. İndi belə deyirəm. Bax, istəyirəm ki, bu mənfi 2-yə qədər olan hissəni çap eləsin. Mənfi 2-ni görən kimi dayansın. Bundan ötürü break. Break kəsmək, saxlamaq, qırmaq. Yəni dövrü yarıda saxlayıb çıxırıq. İndi baxın, bundan ötürü bunu silirəm. Gəlirəm bura. Deyirəm ki, if əgər i kiçikdir, sıfırdırsa, yəni mənfi element gördünsə, bura yazıram break. Buranı biraz genişləndirim, rahat tam görünsün. Bax, bu şəkildə. İndi nə edəcək? Bax, 5-i götürəcək, şərt ödənmir. If-in şərtinə baxın. 7-də ödənmir, 1-də ödənmir. Mənfi 2-ni götürəndə şərt ödəyəcək və break eləyəcək. Yaxşı, bəs o vaxta qədər neynəsin? O vaxta qədər də elementləri çap eləsin. Print i dedim. İndi baxın. İlk olaraq götürdüm mənfi 5-i. If-in şərti ödəyir? Yox. Bax, if-in aşağısında nə var? Print. Gəlir printi icra edir. Yəni 5-i çap edir, 7-ni çap edir, 1-i çap edir. Mənfi 2-ni görəndə dayanır. Baxırıq. Bax belə. Bu şəkildə. 5, 7, 1. Bunları çap edib və çıxdı. Başqa bir şey də deyə bilərsiniz. Uşaqlar, mənfi olması vacib deyil. Məsələn, 10-a qədər hamısını çap eləsin deyə bilərsiniz. Burada təxminən else əvəz edilmiş kimi görsənir, amma tam olaraq o deyil məqsəd. Yəni, mən if ilə bu printi eyni səviyyədə yazmışam. Yəni, bu if-in şərti nə olursa olsun, break olmasaydı, breakin yerində başqa bir əməliyyat olsaydı, if ödənsə də, ödənməsə də düşərdi bura. Sadəcə mən bu əvvəlcə if-i yazmışam, sonra printi yazmışam. Nə vaxt ki, bu şərt ödənəcək, onda break icra olunacaq və çap prosesi olacaq. Hə, bunu burada yazmağım mənim istəyimə uyğun olmaz idi. Mənim istəyimə uyğun olmaz idi. Mənim istədiyim nə idi? Bunları çap eləmək. Breakin altında yazsaq, 5-də şərt ödənmir, 7-də şərt ödənmir, 1-də şərt ödənmir, mənfi 2-də şərt ödəyir, break eləyib çıxır, heç bir şey çap eləmir. Əgər mənfi 2-ni çap eləyib çıxsın deyirsənsə, onda belə deyirik. Bax, bunu buradan götürdük. Ctrl X. Buranı da təmizləyim. Gəldik bura, yapışdırdıq bura. Və belə. Burada oldu mənfi 2. Yəni, qısacası break bizə deyir ki, haradakı bu komanda icra olundu, dövr dayansın. Dövrü yarıda bitirmək. Kəsib saxlamaq. Başqa misallar üzərində də baxacaq. Hə, bunları belə yerlərini dəyişdirib yazarsınız uşaqlar. Bunu çox qarışdırırlar çünki. Göstərdiyim variantları bir də özünüz yazarsınız. Print əvvəldədirsə, break sonradırsa. Düzdür, bu bizim bildiyimiz format deyil. Yəni, mənim istədiyim şey, bax, başlanğıcda mənim istədiyim şey bu idi. 5-i, 7-ni, 1-i çap eləsin, mənfi 2-ni görəndə dayansın. Amma bu da başqa bir şeydir, başqa bir nümunədir, başqa bir yazılış qaydasıdır. Printi, break'i yerlərini dəyişdirib müxtəlif formalarda baxarsınız. Bir də yazılışda diqqət edin, bax, bir də sürətli geri qaytarım. Bir də buna diqqət edin, əgər bu tip bayaq elədiyimiz kimi bir şey eləmək istəyirsinizsə, mənfi 2-yə qədər olan hər şeyi çap eləsin, yazılış qaydasına diqqət eləməlisiniz mütləq. If-i yazdınız, normal break-i yazdınız, print də if-in altında, eyni səviyyədə. Yəni, burada yazılış qaydaları
Bu şəkildə olmalıdır. Break continue testlərdə istifadə olunur, olunur. Amma dediyim kimi hələlik bu il üçün gözləmirik imtahana düşəcəyini. Sadəcə yazılı həll tələb edən tapşırıqlarda istifadə edə bilərik, bizi biraz qabağa salsın. Keçdik o birisi məsələmizə. A siyahısı var. Bu arada continue o break qədər önəmli deyil. Sadəcə onu da bilsəz yaxşı olar. Siyahının mənfi olmayan elementlərinin cəmini hesablayan kod yazın. Continue'dən istifadə elə. Bunu təkcə if ilə yaza bilərik. Mənfi olmayan, yəni sıfırlar və müsbətləri nəzərdə tutur. Amma indi mən sizə continue-ni göstərmək istəyirəm. Ona görə burada continue-dən istifadə edəcəm. Continue ötürmək deməkdir. Həmin elementi ötürmək, nəzərə almamaq bir növ. Belə fikirləşə bilərsiniz. Türklər deyirik görməzdən gəlmək. Onun kimi bir şeydir. Və A siyahısını əlavə elədik bura. Mənfi olmayan elementlərinin cəmi. S bərabərdir 0 yazdıq. For i in A yazdım yenə sadə formada. Və if əgər mənfidirsə ötür deyəcəm. If, bəli. I kiçikdir 0, düşdü aşağı, dedim continue. Ötürsün. Bax, yenə gəldim ifin altına, yəni ifin şərti ödənməyəndə s bərabərdir s plus i dedim və sola keçib print s yazıram. İndi bir dənə yoxlayaq. Deməli, for vasitəsilə siyahıya daxil olduq. Deyirik ki, əgər mənfi element gördünsə, onu ötür. Ötür deyəndə, yəni bu elementi nəzərə alma, görməzdən gəl, yox imiş kimi davran. Və digərlərinin, yəni if ödənməyəndə də düşəcək bura və toplayacaq mənfi olmayan. Qoy bir dənə cavabı baxaq, 25 verdi. İndi istəyirəm buna bir də riyazi olaraq baxaq, uşaqlar. Deməli, bax, for i in a. I gəldi, 5-i götürdü. 5 mənfidirmi? Yox, if ödənmədi. Gəlir bura, buradan plus 5. Sonra gəldi, 7-ni götürdü. 7 mənfidirmi? Yox, yenidən gəldi bura, plus 7-ni hesapladı. Eyni qaydada plus 1-i hesapladı. İndi mənfi 2-də proses necə gedir? Mənfi 2 if ödənir, continue icra olunur. Bax, continue belə eləyir. Sən təzdən göndərir yuxarı. Yəni, mənfi 2 yox imiş kimi davran. Elə bil ki, siyahıda yoxdur. Aşağı düşüb bunu icra eləməyə qoymur. Göndərir təzdən bura. Yəni, mənfi 2-ni görməzdən gəl. Sonra 10 var. Onu yenə toplayırsan. Mənfi 5 gələndə təzdən səni yuxarı qaytarır. Mənfi 5-i görmə. Yox imiş kimi davran. Və ən son 2. 2-ni toplayırsan. Və salam. Və deməli 10, 17, 19, 20, buradan da 5 aldıq. 25. Dövrə qaytarır deyə bilərik, bəli. Dövrün başladığı yerə qaytarır. Amma da artıq dövrün başladığı yerə qaytaranda bunu ötürür, buradan davam edir. Bunu ötürür, buradan davam edir. Siz onu ən yaxşısı, uşaqlar, görməzdən gəlmək, yox imiş kimi davranmaq. Belə yadda saxlayın. Daha rahat olsun deyə. Əsas breakin üzərində praktik eləyin. Hə, indi mən biraz gözləyirəm. Bu test, buradakı 3 dənə dırnaq bunu şərh formatına çevirir. Bu testə bir baxın. Bunun nəticəsini yazın mənə. I1, S boş bir siyahıdır. While var. Hətta bunu gəlin silək. Nə çap olunacaq? Diqqətli şəkildə bir baxın. Bir, iki, üç, dörd. Başqa bir təklifi, fikri, cavab olan 1, 2, 3, 4, 1, 2, 3, 2, 3, 4, 2, 3, 4, 2, 3, 4. Hə, 2, 3, 4 cavabı daha çoxdur. Yaxşı, gəlin bir dənə yoxlayaq. 2, 3, 4, 2, 3, 4 daha çox deyirsiniz. Yaxşı, yoxladıq. Bu 25, 25 yuxarıdakı kodu silməmişəm, hə? Yaxşı, qoy bunu silim, düşək aşağı. Təzədən işə saldıq. 2, 3, 4. Bəli. Niyə 2, 3, 4? Bax, i 1-dir. Dövrə düşürük. Əvvəlcə bunu artırıb 2 eləyir. Sonra if-ə baxır, if ödənmir. Düşür, gəlir bura və s.append i 2-ni əlavə elədi siyahıya. I başdan 1 idi, amma gəlib bu s.append-ə çatana qədər bu əməliyyat var axı. S plus 1-dən s oldu 2. Ona görə 2-dən başlamalıyıq. Bəli. Növbəti mərhələdə i olacaq 3, 3 əlavə eləyəcək, sonra olacaq 4, 4 əlavə eləyəcək. Deməli 3, 4. Nə vaxt ki gəldi 5 oldu, 5-də ifin şərti ödənir
və break icra olundu, dayandıq da. Buradan aşağıya baxmırıq. Və salam. Belə. Bunu da geri qaytaraq. Buradan da kodu silək. Uşaqlar, break və continue-nu praktik eləyin. Burada da bir dənə məsələmiz var. Bunu da bir baxın, nəticəsini yazın. Buranı yenə təmizlədim. i1, s boş bir siyahı, while x = 6, i-ni artır, 3 olanda ötür deyir. 2, 4, 5, 2, 4, 5, 2, 4, 5, 2, 4, 2, 4, 5, 2, 4, 5, 6. Gəlin bir işə salaq. Başqa nəsə yazmaq istəyən varsa gözləyin. Burada yenə bayaqçı kimi i1-dir. Burada artırıb 2 eləyib 2 ilə düşəcək bura. Yaxşı, gəlin bir işə salaq artıq. 2, 4, 5, 6 oldu uşaqlar. Amma o cavabı az yazmışsınız, hə? 2, 4, 5, 6. Elton, Rəhman. Yaxşı. Gəlin baxaq. Görək niyə belə olur. Burada birinci baxın, continue-dur. Break deyil. İlk olaraq diqqət eləməli olduğumuz məsələ odur. Baxaq görək 6 niyə olur da orada. i-nin qiyməti 1. 1 şərt ödəyir. Gəldi burada i oldu 2. If ödəyir? Yox. Gəldik bura. Hələ ki 2-ni buradan da işarə eləyim. Əlavə elədik. Sonra gəldik yuxarı. 2 şərt ödəyir. Bəli. Gəldik 3 aldıq. 3-də 3-də bax if ödəndi. Continue biz apardı təzədən bura. Yəni 3-ü görməzdən gəldik, əlavə eləyə bilmədik. Və 3-lə şərt ödəndi, düşdük. Bunu artırdıq, elədik 4. 4-də if ödəmir, düşdük 4-də əlavə elədik. Sonra qalxdıq 4 şərt ödəyir. Bu oldu 5. 5-də gəldik, if ödəmir, 5-ə əlavə elədik. İndi baxın, 6 niyə olur məsələsinə gəldik. 5-i bura qoysaq nə olacaq? Şərt ödəyir də, düzdür. Şərt ödədiyinə görə düşdü təzədən aşağı. Və 5 plus 1-dən aldı 6-nı. 6 bərabərdir 3. Yox, ödənmədi. Təzədən düşdük bura və 6-nı çap elədi. Artıq 6 kiçikdir 6. Yox, dövrdən çıxdı. 5-də əslində i5 olanda biz bunu yoxlayırıq. 5-dən aşağı düşüb 6-nı alırıq. 6-nı alandan sonra burada aşağıda baxı. Ona görə 6-nı əlavə eləmiş olur. Yəni komandaların yazıldığı yerlərə diqqət eləməlisiniz. Bu da uşaqlar baxacağımız son nümunə idi. Bunu bir dəyişdirib yazarsınız özünüz. Məsələn, necə dəyişdirə bilərsiniz? Bu i bərabərdir i plus 1-i götürüb bu s-dən aşağı yazın. Fərqli formatlarına. Bunu mütləq eləyin uşaqlar. Hər dəfə deyirəm praktik eləyin. Ümid edirəm ki, eləyirsiniz. Onları eləsəz Python-un işləmə məntiqini daha yaxşı başa düşəcəksiniz. Bax bunu götürün, bundan aşağı yazın. S-dən onda görəcəksiniz ki, 6 olmur. Yəni özünüz baxın da, görək ki, nəyin yerini dəyişəndə nə dəyişiklik baş verir və niyə elə bir dəyişiklik olur. O formada yanaşsanız daha yaxşı, rahat gələcək sizə testləri işləməkdə. Kod yazma tapşırıqlarına başlayanda da eyni formada kod yazma tapşırıqlarını rahat yazacaqsınız. Bunlar break continue yenə də Udemy-də ayrıca bir başlıq olmalıdır. Oradan da mütləq videoya baxın. Və bunu bağladıq. Gəldik defə. Def. Uşaqlar, deflə bağlı ilk olaraq. Def yeni bir funksiya. Pythonda yeni bir funksiya yaratmaqdır. Bir dənə belə bir şey üzbəüz dərslərdə uşaqlarla qısa bir şəkildə danışdıq. Kimlərsə belə bir insanların beyninə, şagirdlərin beyninə ya da özləri bilmirəm, belə bir şey yeridiblər ki, def çətindir. Amma əslində def çətin deyil. Sadəcə bəzən hansısa bir mövzunu biz çətin imiş kimi beynimizdə yerləşdiririk və başdan özümüzü o formada bir növ proqramlaşdırırıq deyə, sonradan başdan qəbul etdiyimizə görə sonradan mövzunu da öyrənmək bizə çətin gəlir. Amma əslində heç bir çətinliyi yoxdur. İndi istəyirəm ki, çox diqqətlə, hələ ki defi yaddan çıxardın, çox diqqətlə mənə qulaq asın.
Baxın, yuxarıdan A siyahısını kopyaladım. Bura yapışdırdım. Çox bəsit bir dənə komanda yazacağım. Print sum A. Belə. Bunu bilirik də onsuz da. Neynir? Buradakı elementləri götürür, hamısını toplayır. İndi gəlirəm bura. Biraz da sadələşdirirəm. Daha sadə bir funksiya. Len A. 1, 2, 3, 4, 5. Bunlar bildiyimiz və çox asan olan funksiyalardır. Hə, defli isə özümüz bu funksiyaları yarada bilirik. İndi uşaqlar, belə bir şey təsəvvür edirsiniz. Tutaq ki, Pythonda bu len funksiyası yoxdur. Yaddan çıxardıblar, qoymayıblar. Bu len funksiyasını biz özümüz yaradacağıq. Amma adını Azərbaycan dilində say qoyarıq. Say funksiyası şəklində. Buranı silirəm. Bunu da biraz aşağıya doğru sürüşdürək. Necə edirik? Bu normalda riyaziyyatdakı funksiya anlayışına oxşar bir şeydir. Sən ona bir dənə x verirsən, sonra riyaziyyatda olan normal işlədiyimiz funksiyalar var. Fx bərabərdir, tutaq ki, x kvadratı plus 2 deyir. Sonra da deyir ki, f2-ni hesabla və ya f3-ü hesabla. Nə edirsiniz? Aparıb bu x-in yerinə 3 yazırsınız. 3-ün kvadratı plus 2 belə bir şey alınır. Bax, normalda Pythonda da eləyəcəyimiz şey budur. Hal-hazırda biz belə fərz edirik ki, Pythonda len adında bir şey, bir funksiya yoxdur. Və biz onu özümüz sıfırdan yaradacağıq. Siyahının elementlərini saysın deyə bir funksiya yaradacağıq. Yazıram def. Yeni bir funksiya yaradanda bu açar söz deyirlər buna. Def açar sözü ilə başlayırsınız. Adını yazıram say. Azərbaycan dilində. Burada bir dənə x funksiyanın arqumenti olaraq. Və düşürəm aşağı. Deyirəm ki, s bərabərdir 0. İndi siz bu x-i bir siyahı kimi təsəvvür eləyin. Siyahının elementlərini saymaq istəyirəm. Yazıram for j in bəli, x. X adlı şərti olaraq x adlı siyahımıza daxil olduq. S bərabərdir s plus 1 yazdıq, bəli. S plus 1. Bir şeyi saymaq istəyəndə hər dövrdə üstünə 1 gəlirik ki, dövrün sonunda sayı tapaq. İndi gəldik ən önəmli məsələyə uşaqlar. Bunu təsəvvür eləyin. Tutaq ki, x-in yerinə bunu yazmışıq. Riyaziyyatda olduğu kimi də x-in yerinə 3 yazırsınız. Necə ki, hə, hesablayacaq, s-i tapacaq. Və bizim axtardığımız şey nədir? Bu s-in qiyməti də düzdür. Ən axırda yazırıq return s. Return s bizim hazırladığımız funksiyanı, o bayaq yazdığımız samlen var idi, onlarla eyni hüquqlu edir. Eyni hüquqlu edir. Artıq bizdə say adında yeni bir funksiya var. İndi uşaqlar, bu sayı yaddan çıxardın. Tutaq ki, yuxarıda bu funksiyanı təyin eləmişik. Çox aşağı düşmüşük, uzun kodlar yazmışıq və bir yerdə qarşımıza belə bir siyahı çıxıb. Burada uzun bir siyahıdır və bunun elementlərinin sayı lazımdır. Print len A yazmışdıq da, bayaq düzdür. Belə. İndi bizim funksiyamızın adı nədir? Say. Və salam, hazır. Yəni, baxın, bizim elədiyimiz şey lenin birəbir eynisidir. Birəbir eyni işi görür. Tamamilə eyni şəkildə bizə cavabı verir. İndi bunu gəlin sum funksiyası ilə əvəzləyək. Nə vermişdi sumda? 35 vermişdi. Getdi yuxarı. Bir balaca dəyişiklik edib, məsələni həll eləyəcək. Funksiyaya qayıdaq. Nə yazacaq? S plus 2. Bəli. S plus 2. Və gəldik. Sum'ı yoxlamışam. 35 eləyir. A, funksiyanın adı. Nə yazaq? C-mı? C-mi qısaltdım. Azərbaycan dilində. Gəldim bura, yazdım C-mı. Və salam, bu qədər. İndi bir dənə də yuxarı qayıtdım. Demək, məsələ nədir? Sən belə bir funksiya, def funksiyası görürsənsə, nə edirsən? Sənə nə verir bu? Funksiya verir. Daha doğrusu siyahı verir. A siyahısı. Apardın, getdin, A siyahısını bura qoydun. Deyirsən, bu A-ya daxil olur. Elementləri toplayır. Və salam. Return S əməliyyatı nədir? Yəni, ən axırda burada aldığımız şey nədir toplayanda S? Yəni, bu funksiya mənə X-də olan elementlərin cəmini versin. Ən axırda mən o funksiyadan nə cavab istəyirəm, onu göstərir.
Ən axırda istədiyim cavab. Yəni mən normalda bu toplayıb elementləri S-ə verdim də, düzdür? Mənim funksiyadan gözlədiyim son cavab S-dir. Belə. Məsələn, normalda burada tutaq ki, səhvən yaza bilərəm, X yaza bilərəm və ya J də yaza bilərəm də. Return'ün qarşısında bir neçədən başqa dəyişən də ola bilər. Hansı qiymət mən nəyi axtarıram? S-i. Return'ün qarşısında yazdığım şey oldu. Yəni mənə S-in nəticəsini qaytar. Mən burada bunu yazanda bu şəkildə qaytar. Və düzgün yazılış formamız bu şəkildədir uşaqlar. Defi yazdınız. Nəyi hesablayırsınız? S-i. S nə olur olsun önəmli deyil. Sənin məqsədin nədir? Bu S-i hesaplamaq. Biz cəm olaraq bunu qəbul elədik. Ən sonda S-i qaytar. Yəni bunu ver. Bayaq dediyim kimi, yəni biraz daha uzun kod ola bilər. Məsələn, burada nə var? X var, J var, S var. Mən ən axırda nə istəyirəm burada görmək? S-i. Ona görə return S yazıram. Sonra da özümün verdiyi adı artıq buna əlavə edirəm. Bax, sadə olsa da bu leni və samı elə Azərbaycan dilində adlar qoyun, eləyin. Və biraz daha fərqli bir şey də eləyə bilərsiniz. O da ev tapşırığı olsun. Ədəd orta. Ədəd orta. Siyahının ədəd ortası. Ədəd ortanı nətər tapa bilərik? Siyahının elementlərinin cəmi bölə bilərik elementlərinin sayına. Bax elə özünüz üçün bir də ədəd orta funksiyası yaradarsınız. Azərbaycan dilində bir ad qoyarsınız. Suallarınıza baxın. Return defin daxilindən sonra addımda qoyulur. Bu əməliyyatlarla eyni səviyyədə qoyulur. Yəni bu fordur. Bu forun gövdəsidir. Yəni forda edəcəyimiz əməliyyatdır. Fordan çıxandan sonra da artıq hər şey bitdi və S-in cavabını istəyirik. Bir də SI funksiyasından kənarda yazsaq başqa dəyişən kimi başa düşür. S. Onu tam anlamadım Gülay. S-i funksiyadan kənarda yazsaq. Bunu. Hə, burada başqa bir S versək, buradakı S-i başqa cür qəbul edəcək. Buradakı S, indi məsələn belə eləyək. S bərabərdir 50, əgər demək istədiyin şey budursa. Mən burada print S deyim və yenə kodu işə salım. Ya, onun içəriyə bir təsiri yoxdur. İndi ondan da danışacağım. Bax, yenə bu sum öz işində oldu. Normal şəkildə içəridən hesabladı və return S. Bunu qaytardı. Buradakı print isə 50-ni qaytardı. Bu print nəyi görür? Mən funksiyanın adını yazmamışam, axı S yazmışam. Bu gedir bunu axtarır, tapır. Bunu çap eləyir. Yəni normalda belə bir yanaşma var. İndi keçirik işin nəzəri tərəfinə uşaqlar. Burasına diqqət edin. Düzdür, nəzəri şeylər çox düşmür, amma yenə də hər ehtimala qarşı bilsəz yaxşıdır. Bir balaca bunu tam ekrana yerləşdirməyə çalışacağam. Hə, faktik parametr, bəli. İndi ona gələcəm. Bir də lokal qlobal dəyişən anlayışları var. Deməli, buranı biraz yaxınlaşdırım. Buradan da aşağıdakı qiymətləri də görün. 35 və 50. 35 bizim bayaq standart aldığımız cavabdır. Baxın, belə bir yanaşma var uşaqlar. Deyirlər ki, bu defin içərisində olan əməliyyatlar elə bil ki, qapalı bir qutunun içərisində icra olunur. Qapalı bir qutunun içərisində çöldə olan şeylər ona təsir eləmir. Və burada olan hansısa bir dəyişən varsa, buradakı dəyişənlərə deyirlər lokal dəyişənlər. Lokal. Ancaq bu funksiyanın içində işləmək üçün nəzərdə tutulduğuna görə. Və bu S var ya, yuxarıda yazdığımız S. Bu da olur qlobal dəyişən. Buna niyə qlobal dəyişən deyirlər? Bax, 4-cü sətirdə S bərabərdir 50 yazmışam. Gəlmişəm 13-cü sətirdə print S demişəm. Bu print getdi bunu tapdı və çap elədi. Sən burada 500 min sətirdə kod yazası olsan, yenə aşağıda gəlib print S desən, o gedib yuxarıdan S-i tapıb çıxardacaq. İndi gəlin bir dənə fərqli bir şey eləməyə çalışaq burada. Məsələn, gəldim bura. A bərabərdir A plus 1 də dedim. Bura gəldim, nöqtə vergül qoydum. A bərabərdir 0 dedim. Normalda bax, S cəmdir. A-da sayı tapır da, düzdür. İndi gəlirəm bura, bir dənə nöqtə vergülü qoyuram. Bir dənə bura print A da yazıram. Və bir dənə baxın nəticəyə, görək nə edəcək bu. Bax, burada 35, burada 50. Bu A-nı haradan tapdı? A siyahısını, nəysə, başqa bir dəyişən istifadə eləyək. Nə deyək buna? T. Buradakılara da T deyək. A-nı istifadə eləmişəm axı burada siyahının adı olaraq. Hə.
Və indi işə saldıq. Buradan da t-ni dəyişmək yadımdan çıxdı yenə. İndi ümid edirəm ki, hər şey tamdır. Bax, belə bir şey elədi. T-ni görmürəm, deyir. T-ni tapmayıb. Bayaqki kimi 35-dir, 50-dir, əvvəlki qiymətlərə baxın, çap edib göstərib. Amma T-ni tapmadı. Niyə tapmadı? Bax, bayaq dediyimiz məsələyə gəlirik. Bu içəridə olan şeylərə deyirik lokal dəyişənlər. Qapalı sistem, bəli. İçəridə gizlənib. Ona görə burada aşağıdakı print o T-ni görə bilmir. Amma sən return S deyirsən, funksiyanın yekun qiymətini artıq çölə ötürmüş olursan. Ona görə gəlib burada cımı A yazanda bu ən sonda S-ə verdiyimiz qiymət, bunları qarışdı, bunları silim. Ən sonda S-ə verdiyimiz qiymət çölə göndərilir. İndi bunu biraz sadələşdirək. Nə yazmışdınız? Faktik parametr, faktik parametr, formal parametr, faktik parametr. O da nəzəri anlayışdır. Baxın, buna nə deyirsiniz? Funksiyanın arqumenti deyirsiniz də, düzdür? Arqument riyaziyyatda. Funksiyanın arqumenti. İnformatikada belə deyirlər nəzəri olaraq kitablarda. Deyirlər ki, bu x formal parametrdir. Yəni fikirləşsən ki, bir dənə x olacaq, x hansısa bir siyahıdır, daxil olacaq həmin x-ə və x-in elementlərini toplayacaq. Formal bir parametr beynində qurursan və defi yazırsan. Yaxşı, bəs bu A nədir? Ora göndərdiyi sonradan. X-in yerinə göndərdiyimiz A, bu da olur faktik parametr. Bax, formal və faktik parametr deyəndə bunu nəzərdə tuturlar. Yenə dediyim kimi, mən əslində imtahanda çox nəzəri bir sualın gələcəyini gözləmirəm. Orta məktəb kitabında varsa, yəni qaydalar əsasən düşə bilər. Ona görə nəzəri də olsa, bunları da yadda saxlayın. Bunların üzərində biraz dəftərə qeyd eləyin, ya oxuyun, təkrarlayın. Axır bir şəkildə yadda saxlamağa çalışın. Deməli, uşaqlar, burada qeyd eləmişəm ki, siyahı üçün topla və say funksiyaları yarat. Yəni, len-dən samı özümüz yaratdıq. Siz özünüz də bunu ev tapşırığı kimi qəbul edin, bunun üzərində işləyin. Dəyişənə hər hansı sətir tipli qiymət daxil edildikdə bu sətirdəki simvolların sayı ilə əvəzləyən kod yazın. Bu sadə bir şeydir, uşaqlar. Özünüz bunu yaza bilərsiniz. Məsələn, info yazırıqsa, bayaq elədiyimiz kimi deflə daxil edib s bərabər 0, s bərabərdir, s plus 1 yazarsınız və for, məsələn, x-in yerində bu olsa, i-ni, n-ni, f-ni, o-nu götürər, s bərabərdir, s plus 1-dən sayarsınız, 4-ü çap edər. Bu qaldı özünüzə. Gəldik bu növbəti məsələyə. S siyahısının hər bir elementini uzunluğu ilə əvəz edən kod yazın. Bunu işləyirik, uşaqlar. Deməli, buradan siyahını götürürəm. Bura yapışdırıram. S1 qoy S olsun, daha sadə görünsün. Baxaq görə yuxarıda nəsə kodzad qalmayıb ki, bir-birinə qarışmasınlar. İşə salanda yuxarıda heç nə qalmayıb. Funksiyanı rahat işləyə bilərsiniz. Sadədən başlayın. Sadədən başlasa, sonra yavaş-yavaş gedəcəksiniz. Yəni, normalda, məsələn, dediyim kimi, üzbəüz qruplarda keçmişik bu mövzunu. Başlayanda qorxa-qorxa başlayırdılar, amma o sam və lenə baxandan sonra, özümüz onları yaradandan sonra, artıq yavaş-yavaş başa düşürlər və təbii ki, sonra gedib evdə praktikada eləsələr, biraz da tam, yaxşı formada beynində oturacaq. Sadəcə bəzən olur ki, kimsə, məsələn, while-ı tam başa düşmür, for-u tam başa düşmür, dövrləri başa düşmür. Əvvəlki hissələrdə problemi var. Birdən-birə də def qarşısına çıxır, başlayır, çalışır, defi öyrənsin. Amma təməldə for-u bilmir, while-ı bilmir, if-i tam olaraq anlamayır. Ona görə də problem yaşaya bilər, yəni. Yəni ona görə belə üst-üstə tam olaraq düzgün yığmalıyıq da. Birinci, öncəki bölmələri öyrənməliyik, sonra bura gəlib çıxmalıyıq. Gəlin belə eləyək. Əvvəlcə deflə belə bir şey, funksiya yaradaq ki, biz nə göndərsək, bizə say qaytarsın. Yazıram def, say, x, 2 nöqtə. Bu sintaksinə diqqət edin, uşaqlar. Onsuz da özünüz yazsınız, əliniz öyrəşəcək. Len verək, qısa olsun. For-la da gedə bilərik, len də verə bilərik. Yaxşı, len verək onda, qısa olsun. Onda birbaşa belə yazıram, qısaldıram. Return len x. Amma siz evdə bunu belə də eləyərsiniz, bir də for-la da işləyərsiniz. For in şəklində də işləyərsiniz, tam olaraq öyrəşəsiniz deyə. Belə çox şey oldu, bəsit oldu. Amma olsun, yəni
Bəst olması daha yaxşıdır. İndi nə edirik? Gəlirik bura. For, in. İndi baxın uşaqlar, siyahıda əvəzləmə aparıqsa, hə, for, in, range, len-s yazacaq. Bəli. Sonra da s-i bərabər len s-i yazaraq, bəli, əvəzləməmizi apara bilərik. Amma biz buna say demişik də. Ona görə def-lə işləyək deyə bu şəklə salmışıq. Gəlirik, deyirik range, aç mötərizə, len, s və düşürük aşağı s kvadrat mötərizədə a yazdım. S əvəzinə. S kvadrat mötərizədə i bərabərdir. Funksiyamızın adı nədir? Say aç mötərizə s kvadrat mötərizədə i. Yəni əvəzləmə apardıq. Yəni götürəcək bu əvvəlcə nəyi? Infonu, info sözünü göndəririk yuxarı. O da hesablayır. Info nədir? 4 hərflidir. 4 qaytarır. Belə bir şey alınır. SI bərabərdir, daha doğrusu S0 bərabərdir 4. Çıxdıq buradan və yazdıq print nə idi siyahımız? S. For-u funksiyada yazsaq, iç-içə şəkildə yaza bilərik. 4, 5, 3, 6. Nəticəmizi aldıq. İndi uşaqlar, baxın, biz burada say funksiyası deyib içində funksiya verdik, len. Bu çox sadə oldu. Amma yaxşı olardı ki, siz misal üçün nə deyək bunun sayına? Count'un k-sını, c-sını deyirəm. Count bərabərdir 0. İndi bunu biraz daha normal şəklə salaq. Çox da bəsit görsənməsin. Və deyək ki, for i in x, yəni info sözünü yuxarı göndərdik, sonra kitabı. X o info sözüdür, sonra kitabdır, bunlardır. Aşağıda count bərabərdir, count plus 1 və gəldik bura. I olaraq yuxarıdakı onsuz da içəridə qapalı hissədədir. Yəni səliqəli görünsün deyə j eləyə bilərsiniz, problem deyil. Və return-də yazdıq C. Təzədən bir dənə də işə saldıq. Bax, yenə bizə nəticəni verdi. Hamısını niyə bir funksiyaya almırıq? For ilə birlikdə. Yəni birbaşa girsin, özü avtomatik hesablasın. O çox sadə olacaq axı. Yəni normalda məqsədim bu məsələni həll eləmək deyil. Məqsədim defi fərqli formalarda yazmaqdır. Ona görə. Yəni normalda məqsədim sırf def istifadə eləmədən bunu bununla əvəzləməkdirsə, yəni onu daha sadə formada eləyə bilərəm. Baxın, görək düz yazdım. Baxın, görək düzdür bu. Hə, yəni normalda məsələn bunu eləmək istəyirəmsə budur yəni. 1, 2, 3, 4 sətir. Bu da veriləndir. Məsələn həllidir 3 sətirdir. Amma bizim hal-hazırda eləmək istədiyimiz sırf o deyil də ki, bizə belə bir məsələ verilib, bunu həll eləyək. Biz istəyirik ki, defi müxtəlif formalarda yazaq. Hamısı defin içində olsun. Yəni, olar, onu da eləyə bilərik. Onu da eləyə bilərik. Bunun özünü də ümumi defin içine ata bilərik. Defsiz iç-içə dövr kimi yazmaram, yəni. Əgər imtahanda mənə desə ki, bunu elə, bunu yazaram. Belə. Ən sadə olan variant. Ən sadə variant budur. Biz sadəcə defin fərqli yazılışlarına baxırıq ki, bütün biraz çox variant görəsiz, fərqli şeylər görəsiz. Amma təbii ki, dediyim kimi də imtahanda bu məsələ 2 tutaq ki, getdim qabağıma çıxdı ki, belə sadəsi yəqin ki, gəlməz. Ən yaxşısı budur. Defin zadından orada məşğul olmağına dəyməz yəni. Anında gələn ən sadə variant hansıdırsa götürün o variantı yazın. Hə, uşaqlar, məsələ 3 sözünüz işləyirsiniz. Sadəcə deyir ki, hər hansı bir söz veririk. Onun ilk və son hərflərini birləşdirirsin. Defsiz yaza bilərsiniz təbii ki, amma deflə yazarsınız ki, defi öyrəşəsiniz. Burada bunu 0-cı indeks, bunda -1-ci indeks kimi fikirləşərsiniz. Müxtəlif sözlərlə yoxlayarsınız. İkisini götürsün, birləşdirsin, çap eləsin. Və bu da onun biraz daha fərqli olan versiyasıdır. Sınaqlarımız 2 dənə sınaq göndərəcəm uşaqlar sizə bu dəfə. Hər ikisi Python-a aid olacaq. Ən son işlədiyimiz sınaq bilmirəm hansıdır. İndi baxaram ona uyğun göndərəcəm.
Uşaqlar bu da ev tapşırığı. Biraz əvvəl yazdığımız deflə olan var idi. Bir-bir infonu götürsün, birləşdirsin, əvəzləsin. Bax, biraz əvvəl yazdığımızı buna tətbiq edə bilərsiniz olduğu kimi. Amma mütləq şəkildə praktik edin. Daxil edilmiş çox rəqəmli ədədin rəqəmləri cəmini hesablayan kod yazın. Burada defə bir ehtiyacımız yoxdur. Hə, amma misal üçün baxın 6. Gəlin əvvəlcə bunu var, bəli, bəli. Dərsdən sonra siz bir 10 dəqiqə istirahət edəcəksiniz. Mən də sınaqları hazırlayıb göndərəcəm. Bunu defsiz yazırıq uşaqlar. While variantını bilirsiniz. Blok sxemlərlə işləyəndə while variantını yazmışıq. Bunun for variantını yazacağım. Bax, daxil edilmiş çox rəqəmli natural ədəd. N bərabərdir, integer, input yazdım. Burada da səliqəli olsun deyə bir n bərabərdir yazdım. Düşdüm aşağı. S bərabərdir 0 yazdım. Və for if in. Baxın uşaqlar, burası önəmlidir. str-n. Məsələn, bunu bir 125 kimi təsəvvür eləyin. 1-i, 2-ni, 5-i hissə götürmək istəyirəm. 1-i, 2-ni, 5-i. Və mən ədədin rəqəmlərini birbaşa götürə bilmirəm. Yəni, bunu birbaşa for in n yazsaz xəta verəcək. str deyəndə isə onu artıq ayrı-ayrı rəqəm kimi götürür və bəli, aşağıda yazırıq s bərabərdir. S biliyoruz, artıq ədəd kimi toplamalıyam. Ona görə int-ə çevirəcəyik, ini toplayacaq. Və kənara çıxdıq, print s yazırıq. İndi elə 125 yazıb yoxlayaq. Belə, bu da nəticəmiz. Bu sadə bir əməliyyat idi. İndi bunu buradan götürürəm uşaqlar. Düşürəm aşağı. Aşağıdakına baxın. Aşağıdakı məsələmiz biraz daha fərqlidir. Deyir ki, bizə bir siyahı verilir və nə etməliyik? Həmin siyahının hər bir elementinin rəqəmləri cəmini yazmalıyıq, hesablamalıyıq. 120-nin yerinə 3 yazmalıyıq, 15-in yerinə 6 yazmalıyıq. Çıxışda bu olmalıdır. Bax, mən biraz əvvəl yazdığım kodu bura təzədən yapışdırdım. Hə, eyni şeyi defə çevirəcəm. Bunu buradan silirəm, yazıram yerinə. Def. Adına yazıram RC, rəqəmləri cəmi. Burada x yazdıq. Burada 2 nöqtə yazdıq. Bax, bunu seçib tabı vursaq sağa gələcək. Və burada x demişəm axı. N-lərin yerinə də x yazdıq. Printin yerinə return s yazdıq. Bir dənə baxın görək hər şey qaydasındadır. Sadəcə bir ədəd fikirləşin. Məsələn, 120 üzərində 120-yi x-in yerinə qoyduq. S bərabərdir 0. For i in str x 120-yə daxil oldu. Rəqəmlərini topladı. Belə deyib yoxlaya bilərsiniz uşaqlar. Özünüz yazanda belə yoxlayın birinci növbədə. Görün o işləyir yoxsa yox. Gəlin bura yazın rc. Məsələn, ilə 120 yazdıq. Bax, görək bu bizə 3 verəcək. Aşağıdan baxın. Verdi. Belə. Demək ki, defimiz düzgündür, normaldır. Və indi siyahımızı kopyalayaq. Siyahımıza da A siyahısı deyək. Yapışdırdıq bura. Düşdük aşağı. For. Yuxarıda i var deyə bayaq ikisində i yazmışdıq. Bu dəfə j yazaq daha səliqəli görsənsin. In range indekslə işləyəcəm. Əvəzləmə aparacağım. Ona görə range yazıram. Len A. Və səsim mövzunun sonuna doğru səsim getdi. Gəldik bura. İndi yazırıq A kvadrat mötərizədə j bərabərdir. Funksiyamızın adı rc A kvadrat mötərizədə j. Yəni, nə deməkdir bu? Məsələn, ilk olaraq nə götürəcək? A0. A0 bərabərdir. Rəqəmləri cəmi A0, yəni 120. Yəni ki, A0 bərabərdir 3 bu şəkildə. Len A-1 niyə? Len A-1 olsa axırıncını götürməyəcək axı. Bunun leni nədir?
4. 4-dürsə J-nin qiymətləri nədir? 0, 1, 2, 3. Ona görə Lena yazırıq. Və uşaqlar, buradan da çıxdıq kənara, yazdıq print siyahımızın adı A. Və kodu işə salıb yoxlayırıq görək hər şey düzdürmü? 3, 6, 7, 10 olmalı idi. 3, 6, 7, 10 nəticəsini əldə elədik. Uşaqlar, siz bu rəqəmləri cəmi alqoritmdə məsələlərdə var idi. Nə qədər ki, ədəd sıfırdan böyükdür, ona bölüb tam hissəsini alırdıq və ona bölüb qalığı alırdıq, toplayırdıq. Bəli. O üsulla da bir yazarsınız. Nə qədər çox fərqli formalar yazsaz, bir o qədər yaxşıdır. Yəni, həm praktika eləmiş olarsınız, həm də fərqli formalar görmüş olarsınız. Praktikanızda artdıqca, özünüz fərqli formalarda yazdıqca, dediyim kimi, kodların işləmə məntiqini daha yaxşı başa düşəcəksiniz və həm testləri işləmə sürətiniz artacaq, həm də kod yazma tapşırıqları imtahanda qarşınıza hansı ki çıxacaq, çox bal verən tapşırıqlar, onda daha rahat formada yazmış olacaqsınız. Belə uşaqlar, artıq yekunlaşdırırıq. Videonu saxlayın.